Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, traktorla yük maşını toqquşub, xəsarət alanlar var. Hadisə yerinə dövlət yol polisi əməkdaşları və təcil tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlar Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.